ki, imamın yanına gedib şəfaət istəmək adi bir məsələdir. Bunun üzərində dayanıb uzun-uzadı bəhs eləmək lazım deyil. Gördünüz, bu irfan və yaxud fəlsəfi baxış daha dərindən izah edir. Yəni, İmam Əli əleyhissalam məni sağalda bilər, yoxsa yox? Şeyx İsfahaninin izah elədiyinə əsasən ki, onlar vasitətül feyzdir və vasitətül feyz, vasitənin özünün ihatəsi var, nə də ki feyzdir, feyz elədilər. Deməli, ihatəsi varsa təsərrüfü də var, təsiri də var. Təsiri varsa mənim vücuduma birbaşa təsir eləyə bilər. Mənim vücuduma təsir eləyə bilən insan da mənə şəfa verə bilər. Fikir verdiniz? Yəni, bu sadə bir məsələdir. Elmə açıqlanandan sonra sadə bir məsələdir. İsa Peyğəmbər necə ölülər dirildi? Əhsən. Bu ilə, izahı budur. Vasitətül feyzlə. Belə gəlib çatmışdı o məqama. Allah vermişdi o məqamı ona. Anadan gəlmə ölünü diriltmək Allahın işidir. Amma İsa Peyğəmbər dirildir. Anadan gəlmə koru